Heç birimiz bu dünyaya seçim edərək gəlmirik. Heç kimdən icazə almadan, heç bir müqavilə imzalamadan bir səhər gözlərimizi açırıq və artıq buradayıq. Valideynlərimizi, ölkəmizi, dilimizi, bədənimizi belə seçməmişik. Sadəcə doğuluruq və bu doğuluşun içində bir qəriblik var. Sanki çoxdan başlamış bir oyunun ortasına atılmışıq. Ətrafımızda hərəkət edən bir dünya görürük. İnsanlar, qaydalar, inanclar, qorxular, arzular və körpəykən ağlayırıq çünki hiss edirik. Heç nə bizim nəzarətimizdə deyil. Sonra böyüyürük, ad qazanırıq, mən deyə bilirik. Amma bu mənin nə olduğunu anlaya bilmirik. Hər şeyin içində yaşasaq da, heç nəyə tam aid ola bilmirik. Sanki hər şey bizə verilmiş kimi görünür. Amma heç nə həqiqətən bizim deyil. Bir nöqtədə suallar baş qaldırır. Mən kiməm? Niyə məhz buradayam? Bu həyatın mənası nədir? Bəzən həyat çox gözəl görünür. Amma bəzən elə mənasız olur ki, nəfəs belə almaq qəribə gəlir. Ekzistensializm, yəni varoluşçuluq məhz bu hissədən başlayır. Bu qəriblikdən. Onlar sadəcə baxırlar, müşahidə edirlər, hiss edirlər və deyirlər. Həyatın əvvəlcədən müəyyən edilmiş bir məqsədi yoxdur. Biz öz mənamızı özümüz yaratmalıyıq. Fransız filosofu Jean-Paul Sartre bunu belə ifadə edir. Varoluş mahiyyətdən əvvəl gəlir. Yəni insan əvvəlcə var olur, sonra kim olacağını müəyyən edir. Bıçaq kəsmək üçün yaradılıb. Onun məqsədi əvvəlcədən məlumdur. Amma insan dünyaya atılır və yalnız yaşamaqla, seçimlərlə, səhvlərlə öz mahiyyətini formalaşdırır. Sartre deyirdi, insan yalnız olmaq istədiyi şeydir. Yəni sən kim olduğunu seçdiyin an yaranırsan. Və bu seçim bəzən səni azad edir, bəzən dağıdır. Kim olduğunu seçirsənsə, sən öz həyatının müəllifini çevrilirsən. Bu məqamda bəşər tarixində bir hekayə var ki, varoluşun bütün dərinliyini özündə cəmləyir. Tək bir insan bütün dünyaya qarşı dayanır. İnamla, amma qorxu içində. Tək, amma boşluğun içində Tanrını axtararaq. Onun adı İbrahim idi. Uşaqlıqdan bütpərəst bir dünyada böyüyürdü. Ətrafında hər kəs daşdan, ağacdan, qızıldan düzəldilmiş tanrılara səcdə edirdi. Amma o baxırdı və sual verirdi. Bu daş parçaları necə tanrı ola bilər? Gecə bir ulduza baxıb deyirdi, budur mənim Rəbbim. Amma ulduz sönürdü. Günəş doğanda heyran qalırdı, amma günəş də batırdı. Və o zaman İbrahim anlayırdı, Tanrı kesici ola bilməz. O, beləliklə öz yolunu seçdi. Ətrafındakı hamıya qarşı çıxdı. Ən yaxınlarını, öz xalqını qarşısına aldı. Bu, cəsarətdən çox varoluş idi. Yəni içindən gələn həqiqətə sadiq qalmaq. O, artıq yalnız bir inancın deyil, bir azadlığın təcəssümü idi. Amma azadlıq heç vaxt ucuz başa gəlmir. İbrahim uzun illər övlad həsrəti ilə yaşadı. İllərlə dua etdi, ümid etdi və nəhayət bir möcüzə baş verdi. Bir oğlu oldu, İsmail. O oğlunu hər şeydən çox sevirdi. Oğlunun gülüşündə Tanrının mərhəmətini, həyatın mənasını, illərlə axtardığı hüzuru görürdü. Və bəlkə də elə bu anda Tanrı ondan ən sevdiyini istədi. Bir səs içində, dərin bir yerdə ona dedi, İsmaili qurban ver. İndi sual budur. Bu əməl, bu qərar, iman idi, yoxsa dəlilik? İbrahim Peyğəmbərin dağa qalxması, bıçağı götürməsi, oğluna baxarkən susması, bunlar təkcə dini hadisə deyil. Bunlar varoluşun dərin metaforasıdır. Çünki o anda o da bizim kimi idi. Qorxurdu, tərəddüd edirdi, amma dayanmadı. O azadlığın və imanın sükutu içində idi. Elə bir sükut ki, orada artıq ağıl da, söz də dayanır. Və məhz orada, dağın başında insanın azadlıqla iman arasında görünməz sərhəddə varoluşun əsl mənası gizlidir. Bəlkə də İbrahim Peyğəmbərin hekayəsi bizə Tanrının deyil, insanın hekayəsini danışır. Çünki o sadəcə itaət etmədi. O, Tanrını öz azadlığı içində seçdi. Qurban verməklə əslində Tanrıya inamını deyil, insan olaraq öz mövcudluğunun dərinliyini təsdiqlədi. Kierkegaard bunu imanın paradoksu adlandırırdı. İnsan ağlın son nöqtəsinə çatanda, sükutun içində inanır. O sükut Tanrının deyil, varlığın səsi idi. Həyat da bu paradokslardan ibarətdir. Biz seçimlər edirik,
və bu seçimlər bizi formalaşdırır. Amma hər seçimin içində bir ağrı var. Çünki birini seçəndə yüzlərlə başqa imkanı itiririk. Və bəzən insan ən çox seçmədiyi həyatların xatirəsi ilə yaşayır. Bu ekzistensializmin əsas mövzularından biridir. Azadlığın ağırlığı. Azadlıq deyəndə qulağa biraz romantik gəlir, amma o əslində bir məsuliyyətdir. Seçmək sadəcə fərqli yollar arasında qərar vermək deyil, həm də bu qərarın nəticələrini daşımaqdır. Və bu daşıma prosesi insanın həqiqi mənasını formalaşdırır. Do you believe it now, Trinity? Morpheus. Bu ideyanı müasir dövrdə ən yaxşı ifadə edənlərdən biri Matrix filmidir. Neo qarşısında iki seçim görür. Qırmızı və mavi həblər. Mavi həb rahat yalanın içində qalmaq, yəni sistemin təyin etdiyi reallığı qəbul etməkdir. Qırmızı həb isə ağrılı azadlığın başlanğıcıdır, yəni həqiqəti bilmək və onunla üzləşmək. Morpheus ona sadəcə deyir, mən sənə yalnız qapını göstərə bilərəm. İçərdən keçmək isə sənin ixtiyarındadır. Bu ekzistensializmin tam təcəssümüdür. Çünki həqiqət heç vaxt kənardan verilmir. Heç kim sənə kim olacağını deməyəcək. Heç bir tanrı, heç bir cəmiyyət, sistem sənin yerinə o qapıdan keçməyəcək. Bu sənin varlığındır. Bu sənin qərarındır, sənin cəsarətindir. Amma azadlıqla birlikdə bir boşluq da gəlir. Sonsuz variantların içində qalmaq. Bu həm gözəldir, həm də qorxunc. Sən hər şeyi seçə bilərsən, amma heç nə sənə məxsus olmaya bilər. Burada ekzistensial narahatlıq yaranır. Sartre buna seçim qayğısı deyirdi. Yəni azad olmağın verdiyi qorxu. İnsan bəzən bu qorxudan qaçmaq üçün başqalarının düşüncələrinə sığınır. Cəmiyyət deyir ki, belə yaşamalısan, bunu etməlisən, bu sənin vəzifəndir və biz rahatlıqla razılaşırıq. Çünki o zaman azad olmağın məsuliyyətindən xilas oluruq. Sartre bunu pis iman adlandırırdı. Öz azadlığını inkar edib özünə yalan danışmaq. Bir çox insan məhz bu pis iman içində yaşayır. Öz seçimlərinin nəticəsini başqasına yükləyir. Valideynə, hökumətə, taleyə, tanrıya. Halbuki hər imtina da bir seçimdir. Susmaq da mövqe tutmaqdır. Və həyat bizə bu həqiqəti çox sərt şəkildə öyrədir. Əgər həyatın əvvəlcədən təyin olunmuş bir məqsədi yoxdursa, deməli mənanı biz yaratmalıyıq və bu həm azadlığın, həm də məsuliyyətin ən yüksək formasıdır. Hər kəsin öz tanrısı, öz İsmayılı, öz dağı var. Kimsə üçün bu sevdiyini itirməkdir, kimsə üçün doğru ilə rahatlıq arasında qalmaq və hər bir seçimdə biz biraz daha özümüz oluruq. Heç vaxt bütün faktlara sahib olmuruq. Ona görə də həyat boyu doğru qərarı tapmaq mümkün deyil. Sadəcə düzgün niyyətlə qərar vermək mümkündür. Bəzən seçimlərimiz nəticə baxımından səhv ola bilər, amma niyyət baxımından doğrudur. Əsas olan da məncə budur, vicdanın səsini susturmamaq. Bəli, həyat bəzən mənasız görünür, amma bəlkə də bu mənasızlıq bizim azadlığımızın sübutudur. Çünki əgər həyatın əvvəlcədən mənası olsaydı, biz sadəcə o mənanın quluna çevrilərdik. İndi isə biz yaratmaq azadlığına sahibik. Əzab çəkmək, itirmək, düşünmək, sevmək, bunların hamısı bizim seçimimizdir. Bəlkə də bu varoluşun ən böyük hədiyyəsidir. Öz həyatımızı mənalı etməyə çalışmaq. Həyat qısadır, heç kim səni tam anlamayacaq. Amma bu faciə deyil, bu azadlıqdır. Sartre demişdi ki, insan əvvəlcə heç nədir. Sonra özünü necə görürsə, o olur. Və bu düşüncə ilə mən də razılaşıram. Mənim missiyam sadəcə yaşamaq deyil, həm də yaratmaq olmalıdır. Mənim həyatım mənə verilmiş bir senari deyil, yazılmamış bir kitabdır və bu kitabda hər səhifəni özüm yazıram. Bütün tənqidlərə, qorxulara, səhvlərə baxmayaraq öz həyatının müəllifi olmaq, öz azadlığını qorumaq, öz varlığının məsuliyyətini daşımaq. Ekzistensial insan olmaq budur. İzlədiyiniz üçün təşəkkür edirəm.